Çok sağ olun dayı. Teşekkür ettim. Var olasınız. Oturun. Orada oturun. Ha, çok güzel. FM tender. Hə, Vaqif müəllim, çox gözəl, nə qəşəng səsiniz var, maşallah. Kim yazıb bu mahnı? Musiqisi, sözləri? Neriman Hanım, əvvəlcə siz bizim evimizə çox xoş gəlmisiniz. Çox sağ olun. Həmişə siz gələsiniz. Vəbşə evimizin qapısı siz üçün açıqdır. Bu sözləri də, musiqisi, sözləri Validə Küskünüdür. Musiqisi mən özüm yazmışam. Çox gözəl, təbrik edirəm sizi. Qəşəng səsiniz var, elə bir rəhmətli Teymur Mustafayevin səsinə oxşayır. Allah səsinizə həmişə qüvvət versin, Allah sizə can sağlığı versin. Çox sağ olun, təşəkkür edirəm. Mən də gəlmişəm sizin doğma diyarınıza. Milli qəhrəmanımız Pəncəlinin yerinə gəlmişəm, evinə də getdim, anasıyla da görüşdüm. Mənim üçün çox unudulmaz, dəyərli bir görüş oldu sizlərlə, ailənizlə, xanımınızla. Xanımıza təşəkkür edirəm. Əlləri, qolları var olsun. 2 gündür mənim qulluğumda dayanır. Allah sizə kömək etsin. Allah ona can sağlığı versin, sizə də, ona da. Hə, Vaqif müəllim, eşitmişəm, mən sizi saz ifaçısı kimi sizi tanıyıram. 19-cu ildə mənim verilişimdə də olmusunuz siz. Amma bilmirdim ki, belə bir ifalarınız da var. Doğrudan bilmirdim. Nə qədər, məsəl Neriman xanım, nə qədər aşıq mahnıları bəşə yazmışam, nə qədər bəstələmişəm. Elə sözləri də mənim, musiqisi də mənim. Təbiətə görə bəşə yazmışam, qəşəng sözləri. Çox gözəl, əla. Bir sazı gətirin, bir sazı bir baxaq, görüm sazla. Gətirəcəm. Hə. Gətirin sazı. Ha, gedirəm.
Çox sağ olun Vaqif müəllim, çox sağ olun. Daya təşəkkür edirəm. Çox gözəl, əla. Səsiniz də, ifanız da. Allah ürəyinizə sağlıq versin. Çox gözəl ifalarınız var. Bir sual verəcəm dayı sizə. Yəni sizin bu aşıq sənətində mən eşitmişəm, yəni Aran zonalarında, Tovuzda, Qazaxda aşıqlar çox olur da. Amma burada Astarada özdəki kəndin adını da deyə bilmirəm. Siz özünüz deyin. Bu kəndin adı nədir? Kəndin adı Mutlata. El oğluyam, bu torpağa bağlıyam. Astaranın balasıyam, dağlıyam. Adım Vaqif, Mutlayatak oğluyam. Mutayat. Mutlayatak. Mutlayatak. Mutlayatak oğluyam. Hə. Saz telinin hər telinə vurğunam. Allah, çox sağ olun. Hə. Doğrudan qəhrəmanlar, igidlər, pələklər bu müharibədə çox iştirak elədi. Astaranın dəyərli oğlanları. Biz şəhidlərimizin qarşısında baş əyərək diz sökürük. Qazilərimiz var, veteranlarımız var. Onlara da Allah can sağlığı versin. Doğrudan da Astara çox gözəl təbiəti, yaşıllıq, çox gözəl bir rayondur. Düzün deyim ki, mən orada olmamışdım. İnsan inanır ki, o qədər gözəldir ki, təbiət, insanları o qədər mehribandır ki, adam heç getmək istəmir buradan. Ay dayı, mən Pəncəliyə şeir də yazmışsınız siz. Bəli, mən ona sevdim. Mənim Əminəvəmdir. Pəncəli. Nə gözəl. Allah onu rəhmət eləsin. Milli qəhrəmanımızdır. Noyabr ayında onun milli qəhrəman adı verildi. Adı verdilər. Hə, amma eşitmişəm bir qaziniz də var. O sizin nəyinizdir? Qazi. Qazi o da mənim əmi oğlumdur. Qəhrəmanlar. Qardaş oğlumdur, qardaş oğlum. Qardaş oğlu. Qəhrəmanlar nəslisiz deməli, aşıqlar, qəhrəmanlar, maşallah. İstedadlarla sizdədir, qəhrəmanlar, pələklər, şeylər sizdədir. Çox yaxşı dayı. O şeirdən bir kuplet deyə bilərsiniz? Bəli, deyərəm ki. Buyurun. Hər daşdan, dərədən şimşək tək keçən, sən ey vətən oğlu, igid Pəncəli, Qarabağ elində can qurban verdin, sən ey vətən oğlu, igid Pəncəli. Halal olsun. Təşəkkür dayı. Hörmətli izləyicilər, dəyərli izləyicilərim, mən qısa bir film kimi çəkirəm dayını ki, xatirə olsun. Bir də nə bilim, nə vaxt gələrik, yolumuz düşər. Xatirə demişkən Xatirə xanıma çox-çox təşəkkürlər. Xatirə xanım Vaqif dayının həyat yoldaşıdır, çox gözəl insandır. O mənim bacım oldu artıq indən sonra. Mənim bacım yox idi. Mən yeni bacı tapmışam Xatirə xanımı. Xatirə xanım, bəlkə gəlib siz də ürək sözlərinizi deyəsiniz. Gəl bir balaca gəlgirik, nə? Tamam, gəlmirsə eybi yoxdur, canınız sağ olsun. Elə biraz utancaq xanımdır, gəlmirsə eybi yoxdur. Sağ olsun, elə özünün varlığı bizə yetər. Çox sağ ol. Nə istəyirsən? Başla dayı. Bir dənə də gözəl bir ifa.
Hə, dəyərli izləyicilər, baxın, Talışın təbiətindən danışdım, amma sonra deyəsi evdə çəkirdim onu. İndi təbiətdəyik. Baxın, güllərə baxın, çiçəklərə baxın, baxın, təbiətə baxın. Bu Vaqif müəllimin öz doğma həyətindəndir. Amma bu, baxın, meşəliklər nə gözəl. Buradan yol gedir. Bax, o darvazadan yuxarı yol gedir. O Teymur Pəncəli milli qəhrəmanımızın evi oradan yuxarıdadır. Biz dünən orada olmuşuq. Ana ilə də görüşdük. Baxın, bu da Vaqif müəllimin evidir. Hal-hazırda yaşadığı evidir. Vaqif müəllim, sizə bir dənə də sual olacaq. Talış cəmaatını bilirsiniz. Bəli, mən bilirəm. Ona görə ki, bəs mən Astaradan rəhmətli bəs Əhəd Muxtar məsəl Allah onu rəhmət eləsin. Amin. O şeir mənə verdi, orada oxudum. O mənim üçün yadigardır. Onun yazdığı sözlər onlarındır, musiqisi mənim. Hə, ifa edə bilərsiniz? Bəli, baş üstə, baş. Buyurun. Daşlamayacağım zilpəqəhdəm jidəmə. Bəh, bəh. Talış balası. Eşq olsun talışlara. Daşlamayacağım zilpəqəhdəm jidəmə. Dastım batır rəstəni ki, rəstəni. Aştani bə əli şimşin jədəmə. Dastım batır rəstəni ki, rəstəni. Beşəşmə bəstə uşimi dəhəşi. Tu var dedən bə hicrani utaşi. Canlı ifada, izləyicilərim, dəyərli dostlar. Təlayum niyə dilim sütdə bətəşi. Dastım batır rəstəni ki, rəstəni. Odam çana dürüm baha basardı. Baram dəmi zəmini xuki bagordu. Bakufiriyen hıdıdıdan dardı. Dastım batı restani ki restani. La 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 la. Yaşa. Çox sağ olun Vaqif müəllim, təşəkkür edirəm. Allah canınıza can sağlığı, səsinə qüvvət versin. Ürəyinizə sağlıq. Çox sağ olun, var olun. Çox xoş oldu. Bu da bir xatirədir. Mənim həyatımda çox xoş gəlmisiniz. Mən çox sevinirəm. Nə deyim sizə? Çox sağ olun. Dəvətinizə görə təşəkkür etdim. Var olasınız.
Mən də sizlərdən razıyam. Allah sizdən də razı olsun. Değerli dostlar, değerli izleyiciler, YouTube kanalından izləyə bilərsiniz. Kanala ötürəcəm bu çəkilişi izləyə bilərsiniz. Sağ olun, gələn görüşlərə dək.